Leytenant Elnur Vəliyev döyüşlərdə məhv etdiyi erməni hərbçilərinin sayı isə 300-ə yaxındır. O, yaralı yoldaşlarını xilas etmək istəyəndə Xocavənd istiqamətində minaya düşərək şəhidlik zirvəsinə yüksəlib. 20 yaşlı Elnur Vəliyevlər ailəsinin son beşiyi 3 bacının bir qardaşı idi. O, orta məktəbi bitirdikdən sonra 2014-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olur. 2018-ci ildə universiteti bitirdikdən sonra isə xüsusi təyinatlı qüvvələrin təlimlərinə qatılır. Beləcə, Elnurun hərbi həyatı başlayır, uşaqlıq arzusu reallaşır. O, Nurov, Füzuli, Cəbrayıl, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Elnurun 6 il idi ki, sevdiyi var idi. Razılığı da alınmışdı. Noyabrda nişan olacaqdı. Qismət olmadı.